Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Aprel ayının 16-sında Ordubad rayonunun Nəsirvaz kəndi ərazisindən görüntülərimiz. Dünəndən başlayan qar heç kəsməyib, ara bir əriyib. Kollar ərazisində indi kol-kosun üstü bütün qar yağmaqda da davam edir. Sən var, otay görsənmir. Güneydə o qədər qar oturmayıb. Qarı yağış aldırmayan quşlar da yenə öz nəğmələrində. Demişdik axı bayramdan sonra 40 qar var. Bu 22-incisidir. 18 qarı da gözləmək lazım. Aşağı kəsimlərdə biz TV'də qar yoxdur. Tək-tək düşüb əriyib. Nəsirvaz aşağı kəndlərə nisbətən daha yüksəkdə yerləşir. Daha doğrusu Ordubad rayonunun ən yüksəkdə olan kəndidir. Sağ olun hörmətli izləyicilər, növbəti videolarda görüşərik. Yolcu yolunda gərək bizi izləməkdə davam edin.